Salam dəyərli izləyicilər, axşamınız xeyir olsun. Bu gün mart ayının 8-idir. Əvvəlcə bütün xanımların, imtahan verəcək xanımlarımızın, şagirdlərimizin bayramını təbrik edirəm. Bu gün münasibəti ilə həyatınız hər zaman gözəl olsun, gözəl illər sizi gözləsin. Əminəm ki, öz savadınızla, bacarığınızla özünüz üçün gözəl illər, gözəl həyat yaradacaqsınız. Bizim bu il hazırlıqlarımız 8 Avqustda başlamışdı. İl başlayanda, hazırlıqlara başlayanda deyirdik ki, hələ vaxtımıza çox var. Rahat-rahat hazırlaşacaq. Vaxtımıza çox var desək də uşaqlar 7 ay çox sürətli gəlib keçdi. Artıq 7 ay tam-tamına keçib. İmtahana saatlar qalıb. Mənim şagirdlərimin də bir qismi sabah imtahan verəcək. Nəyi demək istəyirəm? Uşaqlar, həyəcanlı olmanızı başa düşürəm. Narahat olmayın buna görə. Həyəcanınızın olmağı əslində çox normaldır. Sizdən öncəkilər, siz və sizdən sonrakılar da həyəcan olub, olacaq da hər zaman. Bu qaçınılmazdır uşaqlar. Olmaması normal deyil. Çünki, belə deyim də, həyatınızın ən önəmli imtahanlarından birini verəcəksiniz, gələcəyinizlə bağlı. Amma uşaqlar, sabah gedib o stola əyləşəndə, o testlər qarşınıza qoyulanda unutmayın ki, həyatınız öz əllərinizdədir. Yəni, o kağız parçasından, o suallardan asılı deyil. Təsir varmı? Əlbəttə var. Hər şeyin təsiri var. Amma hər şey demək deyil. Gözünüzdə, həyatınızda o qədər önəmli bir yerə qoyub düşünməyin. Çünki hər zaman cəhd eləmək olar uşaqlar. Hər zaman imtahan vermək olar, hər zaman hazırlaşmaq olar. Ömrünüzün böyük hissəsi hələ qarşınızdadır. Bunu niyə görə deyirəm? Bu videonu niyə görə çəkmişəm? Əvvəlcə uşaqlar, təbii ki, hər birinizə uğurlar arzulayıram. Zəhmət çəkən bütün şagirdlər qarşılığını alacaq. Şübhəsiz ki, qarşılığını alacaq. Hər il şahid oluruq. İmtahan nəticəsi pis olduğuna görə neçə şagird özünə zərər vurur. Uşaqlar, unutmayın ki, həm mənim üçün, yəni mənim dəstədiyim və yaxud da dəst demədiyim canlılarımda iştirak edənlər, videolarımı izləyənlər, çox az da xeyrimin dəydiyi bütün şagirdlər və tanımadığım, görmədiyim, sadəcə həyatlarına toxunuş eləməyə bacardığım müəyyən şagirdlər, yəni Mehman müəllimin, yəni mənim az da olsa köməkliyim dəydiyi və bu videonu görəcək, yəqin ki, bir neçə min şagird izləyəcək. Həmin şagirdlərə səslənirəm. Uşaqlar, heç nə sizin canınızdan, özünüzdən dəyərli deyil və sizin hər biriniz həm müəllimləriniz üçün, bilavasitə mənim dərs dediyim şagirdlərim, mənim üçün, valideynləriniz üçün çox dəyərlisiniz. Unutmayın bunu. Nə olur olsun, imtahan nəticəsi necə olur olsun, çox da önəmli deyil. Yaxşı olarsa, imtahan nəticəsi yaxşı olarsa nə gözəl, olmasa da canınız sağ olsun. Yenə cəhd eləyərsiniz. Heç bir problem yoxdur. Hər zaman bir yol var, hər zaman çıxış yolu var. Unutmayın ki, stola əyləşəndə qarşınıza qoyulacaq suallar sizin həyatınızı ifadə eləmir. Təsir olacaq təbii ki, indi qeyd elədim, bir də qeyd edeyim, amma hər şey demək deyil. Özünüzə güvənin, nə olur olsun, öhdəsindən gələ bilməyəcəyiniz heç bir şey yoxdur. Həyəcanınız da çox normaldır. Sadəcə idarə eləyin, bu həyəcanınızı idarə eləməyə öyrənin. İmtahanda da uşaqlar, təbii ki, bütün sənədlərinizi götürün, indidən hazırlayın. Bütün sənədlərinizi özünüzlə indidən hazır eləyin ki, sabah yadınızdan çıxmasın. Vəsiqənizi, buraxılış vərəqənizi, qələminizi, pozanınızı hamısını indidən hazır eləyin. Balaca bir tüyo da verim sizə. Çətinlik çəkdiyiniz, unutduğunuz mövzular varsa, düsturlar varsa, imtahana girmədən bir neçə dəqiqə öncə onu yaxşıca təkrar eləyin, əzbərləyin. İmtahana girən kimi imtahan vərəqənizin bir kənarına qeyd eləyin. İmtahan 3 saat çəkəcək, beyniniz fokuslanacaq imtahana. Bir çox şeyi unuda bilərsiniz, fikrinizdən çıxa bilər. Orada qeyd eləyəcəyiniz o düsturlar sizə çox kömək olacaq. Çox sadə bir düstur da ola bilər. Mürəkkəb düstur da ola bilər, fərqi yoxdur. Hansı düstur yadınızda rahat qalmayıbsa, onu qeyd eləyin ki,
e, və yaxud da ingilis dilindən hansısa qaydanı unudursunuzsa, onu qeyd eləyin ki, imtahan ərzində uşaqlar istifadə eləyəsiniz. Dediyim kimi, sabahki imtahanda hər birinizə bol-bol uğurlar arzulayıram. İmtahandan çıxandan sonra mütləq şəkildə və bu videonun rəy bölməsində yığmaq istədiyiniz balı qeyd eləyin. İmtahandan sonra, çıxandan sonra da gəlib qeyd eləyərsiniz. Necə yazmısınız, necə keçib imtahan. Bu haqda da öz qeydlərinizi eləyərsiniz. Sabah da çalışacağım ki, canlı açaraq suallara baxaq, izah eləyək. Uşaqlar, bu günə qədər kifayət qədər çox test yazmısınız. Yəni, minlərlə test işləmişsiniz. Saatlarınızı, günlərinizi vermişsiniz. Qətiyyən narahat olmayın. Əmin olun ki, zəhmət çəkmişsinizsə həqiqətən, ciddi almışsınızsa imtahanı, nəticəniz də olacaq. Heç şübhəniz olmasın, qarşılığını %100 alacaqsınız. Və suallar da uşaqlar, öncəki illərin buraxışlarından fərqlənməyəcək. Bəlkə bir və yaxud da 2 dənə yeni sual tipi olar, amma ümumilikdə sizi çətinə salacaq bir suallar olmayacaq. Narahat olmayın buna görə. Və uşaqlar, dərs oxumaqda dayandırın. Mütləq şəkildə yaxşı dincəlin. Hətta mümkündürsə, indidən gedin, yatın. Saat neçədir? 21:52. İndi tezdir biraz. Birazdan gedin yatın. Doya-doya yatın uşaqlar. İmtahana da bəzən başa düşürəm, həyatında olanda insan rahat yata bilmir. Amma uşaqlar, nə olur olsun, yaxşı dincəlin. İmtahana yorğun beyindən getməyin. Gecə oturub 2-yə, 3-ə, 4-ə qədər dərslə məşğul olmayın. İnanın ki, qətiyyən xeyir olmayacaq uşaqlar. Ola bilər, bəlkə müəyyən düsturu öyrənəsiniz, yadınızdan çıxmaz. Amma yorğun beyin sabah sizə asan sualları səhv elətdirəcək. Diqqətsizliklərinizi çoxalacaq. Bir sual bəlkə qazanacaqsınız gecə oxuyub, amma bir neçə sual bildiyinizi itirəcəksiniz. Və heç bir sualı şifahi həll eləməyin uşaqlar. Mütləq şəkildə hər bir sualı nə olur olsun uşaqlar. Kiçik hesablamada olsa, böyük hesablamada olsa səhvli yanaşmayın. Yazın, yazaraq hesablayın ki, hesab səhvinə yol verməyəsiniz. Bu qədər uşaqlar. Hər birinizə inanıram, dəstəmədiyim fərqi yoxdur. Canlılarıma qoşulan, videolarımı izləyən hər bir şagird. Hər birinizə uğurlar arzulayıram. Bu arada videolarımı izləməyən şagirdlərə də aiddir sözüm. Yəni, bütün şagirdlərə aiddir. Sadəcə bu videonu izləyən şagirdlər görəcək deyə belə dedim. Fərqi yoxdur uşaqlar. Mən dərs dediyim və yaxud da başqa müəllimlər dərs dediyi heç bir fərqi yoxdur. Önəmli olan sizin nəticələrinizdir, sizin uğurlarınızdır. Çünki bu ölkədə, bu vətəndə hər şey sizin əlinizdədir. Sizin qürub yaradıb inkişaf elətdirəcəyiniz bir ölkədir. Nə olur olsun, hər zaman uşaqlar özünüzə güvənin. Özünüzü inkişaf elətdirin. Sabahki imtahanda da bol-bol uğurlar arzulayıram. Əminəm ki də yaxşı nəticə göstərəcəksiniz. Bütün dualarımız, bütün ürəyimizdən keçən ən yaxşı arzularımız sizinlə olacaq. Sağ olun uşaqlar, hər birinizə uğurlar.